Buyurun ben. Çəkirsən. Hə, buyurun konuş. Demək, Xankəndi Futbol Klubu olaraq Beyləqan torpağına gəlmişik. Bu günləri oyunumuz var idi. Oyunun nəticəsindən asılı olmayaraq vətənimizdə hər oyun bizim üçün bir bayramdır. Amma Azərbaycan hər qarşı, hər torpağı şəhid torpağıdır. 44 günlük vətən savaşında igid oğullarımızı bitirmişik, amma nahaq yer itirməmişik. Əvəzində torpaqlarımızı almışıq, ərazi bütövlüyümüz təmin olunub, suverenliyimiz təmin olunub, 30 illik niskilimiz, həsrətimiz bitib və Qarabağı düşməndən azad eləmişik. O Qarabağın paytaxtı da Xankəndidir, Xankəndini düşməndən azad eləmişik. Allah şəhidlərimizə rəhmət eləsin, onların qəbri nurla olsun, onların əvəzini biz heç nə ilə qaytaracağıq. Onlar elə bir ucalıqdadır ki, biz nə eləsək azdır, nə etsək azdır. Allah qazilərimizin canını sağ eləsin, müharibə iştirakçılarımızın, veteranlarımızın Allah canını sağ eləsin, Allah səbir versin. Müharibə çox çətin bir prosesdir və adətən olur müəyyən sıxıntılar. Onların hamısının öhdəsindən də yavaş-yavaş gələcəyik. Çünki müharibənin ağrısını, acısını, yükünü qaldırmaq ağır işdir. Və biz inanırıq ki, Azərbaycanda vətəndaş həmrəyliyindən, bütün cəmiyyət, dövlət, ali baş komandan, hamı bir yerdə həm şəhidlərimizin ruhunu ucaldacağıq daim. Həm elə qazilərimizin, müharibə iştirakçılarımızın qeydinə qalacağıq. Onlara sayğımız, hörmətimiz hər yerdə tamdır. Və Xankəndi klubu olaraq da biz üzərimizə düşən nədirsə, indi futbol klubu da olsa, bir cəmiyyətik, bir müəssisəyik, üzərimizə düşən nədirsə, onu artıqlamasıyla eləməyə çalışırıq. Bir daha Allah şəhidlərimizə rəhmət eləsin. Biz arzu edirik ki, növbəti oyunlarımızı elə Xankəndidə keçirək. Bunu çox arzu edirik. İnşallah ki, o gün bizə qismət olar. Və çox sağ olun ki, gəlmişsiniz. Burada bizimlə bir yerdəsiniz. Allah sizə var eləsin. Yəni biz də üzərimizə nə düşürsə, yenə deyirəm, hazırıq. Şəhidləri də ki, hər dəfə ziyarət eləmək hər bir Azərbaycanlının borcu. Harasa bir rayona gedəndə mən həmişə gənclərə tövsiyə edirəm. Hansı bir rayona istirahətə belə getsəz, mütləq o rayondan çıxmamış şəhidlərə gedib onu ziyarət etmək lazımdır. Bir dua oxumaq lazımdır. Bir Allah rəhmət eləsin demək lazımdır. Bu böyüklükdür. Biz vətəndaş olaraq bunu eləməliyik. Hoca, sənin bir fikrin varsa buyur. Ben de bir Türk vatandaşı olarak aramızda sizin kardeşiniz, sizler de benim kardeşlerimsiniz. 30 yıldan sonra bu toprakları geri kaytararak emeğe geçenlere, yaşayanlara, gazilere, emeklerine sağlık diyorum. Ölenlerinize de rahmet olsun, şehitlerimize rahmet olsun. Şehitlerimizin ruhu için, kalanların da sağlığı için El Fatiha. Allah rahmet eylesin. Allah rahmet eylesin. Mən də Xankəndi klubunun rəhbərinə minnətdarlıq bildirirəm, futbolçulara minnətdarlıq bildirirəm. Allah köməyiniz olsun. Gəldiniz, Beyləqan komandasının, milli klubuna futbol oynadınız. Şəhidlərimizi unutmadınız, ziyarət ediniz. Allah sizin hamımızdan razı olsun. Allah köməyiniz olsun. Allah'tan arzum odur ki, Allah bizi vətənsiz, bayraqsız, dövlətsiz, millətsiz. Amin. 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 Qazi qardaşlarım, Allah sizə köməyiniz olsun ki, gəldiniz Xankəndi Milli Beyləqan oyunu nətər deyirlər, dəstək oldunuz. Allah canınızı sağ eləsin. Allah köməklər olsun. Uğurlarınız bol olsun. Uğurlarınız bol olsun. Çox sağ olun. Necə ki, mən arzu edirəm, necə ki, bizim bu Bakının paytaxtı Tarkov olan kimi və qardaşımız qeyd edədi, Xankəndi bizim Qarabağın özəyi olan kimi bu klublarımız, bu bölgələr, regionlar ki, bu hər zaman səsiniz uzalardan, o fəxrlə deyək ki, Xankəndi məşqiniz, sizin o kəndiniz, Xankəndi hamı desin ki, Xankəndi biz necə ki, Beyləqandan fəxr elədiyimiz kimi, elin o başı bu başı yoxdur, biz hamımızdan fəxr eləyirik. Sizlər də bizim qardaşlarımız fərq eləmir. Ancaq yəni o hissi yaşamaq, yəni biz onu yaşadıqla bizə sağ olsunlar, elə başda hoca da olmaq şərti ilə sağ olun, yəni Kəmal qardaşımız da Beyləqan bizi hər zaman yüksəklərdə
Biz de o Böyle hissi deyək, Xankəndidə qələbələr çox yaşamışıq. olub. Onların hər zaman yəni istəyərəm ki, yüksəklərdə qələbə sevincləri hər zaman üzünüzdə bax olsun. Sizin o sevincinizi bizə bölüşdüyümüz kimi sizlər də bizlərlə bölüşəsiniz. İnşallah. Bir daha xoş gəlmisiniz. Sizi burada inşallah region liqasının qalibi görək. İnşallah. Sənin qəlbinə də arzulamışam. Allah razı olsun. Düzdür, Qaraxan olmağı deyirsin ki, amma çoxları yəni sən fikirləşdiyin fikirdə deyil, aqressiyadır. Yarış Mən də dedim ki, Qaraxanov, mən sizi çempion görəm. Futbol təcrübəmə görə sizi çempion görəm. İnşallah futbol qadrası. Bir də mən belə kollektiv şəkil çəkdirək. Sizi yormayın, gedək çörək yeyək. Bir şey də qeyd edelim, çıxaran bir şey də Buyurun, qeyd edelim ki, buyurun. Bəyəqlan o açıq şeyində də şəhid övladı vardı. Gördüyünüz Allah cəmi şəhidlərimdə rəhmət eləsin. Bax, basıb Bu bir sənin oğlan kimidir. Bu oğlu bir sənin oğlun kimidir. Şəhid Zəhra var idi, körpə. Biz onu körpə nənə bala. Bu oğlan snayperçidir. Hər erməni Niyə vurdusa erməni düşür. öldürüb, onun qabağında gəlib Filizlərin boyu ziyarət edir. Axırda da şəhid. Allah cəm şəhidlərimizə rəhmət Bir eləsin. dənə belə qulaq. Hocam qardaşımız aramızda olmağına mutluyuz. Sizə uğurlar diliyorum. Sağ ol. Allah köməyi olsun. Gəl bəri qadın. Gəl Orada dur ha. onda aralana aşağıda. Yarı-yarıya elə bir aralana. Aparacaq. Burada durmuyor. Burası aşağı ilə. Yox, orta düşür. Bəlkə onlar bir söz Düşməsə də olan deyir. problem deyil. Qardaş, gündür bir dənə elə, bir də siz qardaş, olarsınız gələsiniz qardaş. İki dənə var. Tamam. Gəlin bəri bir gedək qabağa yuxarı. Futbol sırayına belə bu Yuxarı paketə. yuxarı öndürən belə. O zaman gəl bax belə. İki sıra böyle oradan da böyle buradan da böyle. Deba belə duracaq. Zahir, gəlin bura qazilə, gəlin bura. Gel be. Gəlin, yaxın olanlar. O bile hemen kömeği. Yuxarısı biraz daha yuxarı. Kalsın.